Sabahınız xeyir olsun dəyərli izləyicilər. Siz Ali Futbol YouTube kanalındasınız və bu var arxası verilişidir. Artıq bizim fonumuzdan, vid fasonumuzdan görürsünüz ki, normalini maya buraxmışıq. Səbəb isə çox sadədir. Ən yaxın zamanda Çempionlar Liqasında artıq öyrəşdiyimiz ənənəvi 8-də 1 final mərhələsi başlayır və bu münasibətlə sizin sevimli iştirakçılarınız, milyonların sevimlisi Fərman, Ələkbər, Elvin və mən Abdul burada. Gənc qızların ölüm səbəbi. Bu 8-də 1 final mərhələsinin ilk oyunlarını müzakirə edəcəyik. Və keçən buraxılışdan bu buraxılışa qədər əlbəttə ki, vacib bir mərasim keçdi. Bu 8-də 1 final mərhələsinin Cümə axşamları büş yatması bu arada cümə axşamı deyil də cümə günü idi və maraqlısı odur ki, sağ tərəfdə həqiqətən Avropa Liqasına bənzər, sol tərəfdə isə Çempionlar Liqasına oxşayan həqiqətən bir finala doğru yol gördük. Konferans liqadakı klublar bəlkə də onları keçərdi yəni. Ya, o qədər də yoxdur. O ki, mən Konferans Liqasını açdım. Drita Selli maçını gördüm. Sonra mərhələdə Yablonets. Yəni orada Selli gəlib masazırda oynayır. Nəysə, sözümüz canı püşkatma oldu. Bəzi komandaların bəxti gətirdi. Normal 3-dən 5-dən. Olmalıdır ki, sağ tərəfdə yeni komandadır ki, Kubok Koş 50 deyib bir. Doğrudan o, buru tərəfdə heç bir komanda çempion olmuyor. Heç biri. Arsenal və azından 10 ildə yox. 10 olmuyor. 10 il ora tor bağlayıb. Necə bod olmayıb? Misal üçün deyirəm də. Şefirinə normal hörmət, Yaxşı. cibinə pul və sağ. Başlayaq. Heç nə, başlayaq. Vaxt itirməyə. Rəsmi şəkildə, qayda qanunla Kupçalı, sənədli şəkildə ilk maç PSG Chelsea oyunudur. Və bu oyun haqqında fikirləriniz maraqlı uşaqlar çoxdur. Belə iki top komandadır, yəni nə deyək? Elvin başlasın da, madəm ki, artıq yoxdur, sən yeni favoritin bəllidir. Üstün səfə çəkir, üstün səfə eyni zarafat edir, fikir versən. Bəli. İki top komandadır, orada iki nəfəri bir yarım top komandadır. Yəni yarım yəni ki, başlayırdıq da görüşük. Deyil də, yəni tam top komanda deyil. Sadəcə olaraq dünya çempionudurlar. O da necə oldular, bir Allah bilir. Möhtəşəm. Başlamamışdan qabaq bu qəşəng söhbətdir. Chelsea top klubudur. Chelsea top klub deyil və yaxşı klubdur. Harasa topa yaxındır. Əgər sən güclü komandalara udursansa, amma zəif komandalara qarşı daimi olaraq xalat edirsənsə, sənin Jironadan bir fərqi yoxdur. Jirona da Real'la Barcelona yaxşı oynayır, amma gəlib məsələn udmur da yox. Jirona Çempionlar Liqası yoxdur da. Yaxşı, dünya çempionu olmur da. Yəni nə mənada ikisi də top klub deyil də, nə Jirona nə Chelsea. Yəni heç nə. Sən o paralelin yəni partladırsan sən məntiqlə görsən ki, Real'ın azər keçidir. Bir aparmalıydım da burada. Bu söhbətdir. Heç nə, Chelsea yenidən qurma işləri gedir. Yeni məşqçiləri var. Çox da gözəl məşqçidir. Mənim sizin xoşunuza gəlir yoxsa yox. Yəni qəşəng taktiki gedişləri var, amma vaxt lazımdır. Ona görə də Chelsea-dan burada elə bir performans gözləmək lazım deyil. Daha çox mənim fikrimcə onlar öz Premier Liqasına fokuslanmalıdırlar ki, orada dörtlüyü sıxsınlar. Yəni çünki növbəti turdakı oyunları dəhşətdir. Yəni düzdür, yəni bunların Boxing Day adı olan klublardır Premier Liqada. Yəni bunları elə şeylərlə qoxuşmaq da düzgündür. Məncə burada PSG bir addım öndədir. PSG-nin bir addım öndə olduğunu desək, mənim fikrimcə, hal-hazırda indi yəqin ki, PSG-nin qeyri-stabil mövsümündən biraz söhbət gedəcək 100%. Abdul orada itiliyib hiss edir, amma gözlərimdən hiss edir ki, PSG komandiri Luis Enrique-də məşqçi deyil. Amma ancaq lakin, də bilirəm. Amma siz məsələn ondan ibarətdir ki, keçən ilki PSG ilə biz müqayisə eləsək bu iki PSG-ni bir çox şey də fərqlənmir. Birinci yarıda Poh günündə oynadılar, amma axırda treble götürdülər. City-nin oyunda comeback-dan sonra elə bir ki, ümumi çempionat, bütün çempionatlara qayıtdı. Sezona comeback verdi. Hər keçən ilə müqayisə edirsə, doğrudan da keçən mövsümün ən vacib oyunu o idi. O oyunu udmasa nə? 2-4. Ona görə də PSG-dən mən bütün problemlərə, bütün qeyri-stabilliklərə, bütün zədələrə baxmadan mən yenə də gözləyirəm ki, PSG 8-də 1 finaldan başlayaraq bizim keçən mövsüm gördüyümüz PSG-yə daha yaxın futbol oynayacaq. Keçən illə müqayisə ediriksə, həqiqətən onların qrafikli bu oyuna başlamalıdır, həqiqətən. Sadəcə fərq orasında keçən il onlarda 8-də 1-də səhv eləmirəmsə Aston Villa idi. Bu 4-də finalda idi. 8-də 1 final Liverpool idi. Liverpool üzrü. PSG keçən il baxanda qapıcı tərəfdən
çox zəifləyib. Donnarumma gedib və yerinə Safonovla Şevalyedir, hansı ki heç biri məncə Donnarumma səviyyəsinə çatmır. Chelsea-nin zəif Niyə nöqtəsi Saforonov pis deyil? Saforonov Yox, Donnarumma deyil. Donnarumma keçən il cavab oyununda Liverpool-la cavab oyununda komandasını belə deyək də 4-1-ə çıxartdı. Hə. O nüans var. Chelsea nizam intizamı meydançada çox bərbad vəziyyətdədir. Bütün çempionatları saysaq ki 9 dənə qırmızı vərəq alıblar. Və o necə olacaq, necə oynayacaqlar PSG-ə qarşı mən bilmirəm. Çünki güclü klublara qarşı Barcelonadır, Arsenal'la 10 nəfərlə 1-1 oynayırlar. Sonra gəlirlər öz meydançasında Burnley 1-0 udurlar. Hər şey əladır. Qırmızı oyun oldu 1-1. Bu nüanslar var ki, məsələn, həm PSG tərəfi plusdur, həm Chelsea tərəfi. PSG-nin də bu mövsüm müsbət tərəfi odur ki, onların çempionatda rəqibi var. O da Lensdir. 4 xalda indi də uduzdular bir belə deyək də. Lens bu həftə axırı gəlib utsalar 1 xala düşür və imkan vermir ki, PSG tonusdan düşsün. Hardasa o da onları bir qabağa belə deyək də getməyə imkan yaradır ki, Chelsea deyirəm, PSG yaxşı oyun göstərəcək. Chelsea siz dediyiniz 4-lüyü isə 20-21 mövsümdə göstərdi ki, o 4-lüyə oynamayıb Çempionlar Liqasını uda bilər. Nəzərə alsaq ki, Chelsea kubok komandasıdır, liqa komandası deyil. Sadəcə biz Premier Liqa haqqında, Premier Liqa komandasını müzakirə ediriksə, öz çempionatlarını nəzərə almaya bilməliyik. Düzdür, indi hal-hazırda sadəcə sual yaranır ki, Chelsea ümumiyyətlə 4-1 lazımdır. Çünki İstənilən 8-1 finalda oynayan komanda üçün 4-1 lazımdır. Okey. Sualdır bu. Bax, Chelsea-nin mən təqvimini deyirəm, mayın sonuna kimi. Chelsea Newcastle, Everton Chelsea, Chelsea City, Chelsea United, Brighton Chelsea, Chelsea Nottingham Forest hansı ki aşağı liqa düşmə zonasındadır. Liverpool Chelsea, Chelsea Tottenham və Sunderland Chelsea. Tottenham'lər çıxardı oradan. Tottenham nəyəsə görə oynayır da. Aşağı liqaya düşməmək üçün oynayır. Amma Sunderland bir dənə Sunderland son turda heç nəyə görə oynamır ortalıqda. O da Avropa düşməsə. Yəni belə qrafiklə bu komandanın rəhbərliyin Amerikanlar olmasını nəzərə alaraq ki, bunlara həmişə pul güdmə məsələsi var. Qarşı Chelsea əlbəttə ki, daha vacib 5-liyə düşür. Sual verim sənə. Oynasaydı orada tutaq ki, nə bilim, Southamptondan, Wolverhamptondan, Leedsdən və s. və axır. Onda da şeydir, 4-1. Onda belə çıxır ki, o komandalarla oynasaydı 4-1 onda hər oynasaydı onların 5-liyə Premier Liqada indi 5 sayaqda Çempionlar Liqası potensial komanda. Onlar ora düşmə ehtimalı daha yüksəkdir. Sual verəcəm də. Məsələn, indi deyirik ki, Chelsea-nin çətin oyunları var və Premier Liqada 4-liyə və yaxud da 5-liyə düşmək istəyir. İndi Chelsea ola bilər ki, Premier Liqanın başını buraxsın və Çempionlar Liqasına fokuslansın ki, utsunlar ki, gələn ildə Çempionlar Liqasında oynasınlar. Yox, Əbdilin dediyi başqadır. Yəni o yolla yox, bu yolla getmək istəyirlər. Niyə də bunlar yoxdur? indi ikinci yerdə olsaydılar məsəl üçün və oradakı xal fərqi daha yüksək olsaydı, bu daha rahat oyun göstərə bilərdi PSG ilə və o həftələr arası oyunlara da biraz istirahət verə bilərdi. Mən də eyni şeyi deyirəm də. Yəni o çətinlik verəcək. O mənada. Onlar 5-dən 6-da gediblər Premier Liqada. Bildim, amma bir dənə şey unuduruq ki, Chelsea bəlkə yeganə komandadır ki, 38 dənə futbolçusu var heyətdə. Yəni plus-minus keyfiyyətləri bir dənə Palmer'ın Enzo Fernandes meydanda olsun, qalan hamısı dəyişmək olur da. Onların rotasiyası Leeds'ə uzur, Burnley heç şey eləyir. Yəni o rotasiya deyil. Yəni o üçüncü heyəti də Leeds'ə udmalıdır əslində belə çıxmasın. Yəni o qədər zəif sastav deyil. Premier Liqa ortalama güclü komandadır. İndi bir məsələ də var ortada ki, bax 20-21 mövsümdə Çempionlar Liqasını udanda bu 20-21-dən? Tuchel gəldi mövsümün ortasında. Sevdiyi Zidanı məğlub eləmişdi. Keçən il Liqa Konfrans Liqasında Maresca gəldi, uddu. Əslində konfransda uduzsu idi kiməsə. Heç kim də təəccüblənmir deyəcək ki, konfransda uduzdular. İndi təzə məşqçi Di Matteo gəldi 2012-də uddu. Bu deməli senyor gəldi la. Mövsümün ortasında gələn məşqçi üçün kubok lazım ola bilər də. Özün doğrultsun ki, bunu növbəti mövsüm də saxlasınlar. Hələ doğrultsun və bu Chelsea heyəti ilə keçir Çempionlar Liqasına. Niyə də yox, nə Çempionlar Liqası? Chelsea çox bərbad da oynamır və biz vurğulayırıq ki, bu güclü klublara qarşı yaxşı da oynayır. Məsələn, PSG-nin keçdi Liverpool. Liverpool da keçsə Bavariyadır hardasa. Məncə birinci oyunu nəzərə alaraq əlbəttə ki, mən PSG-ni favorit görürəm, amma Chelsea zəif deyil. Yox, birinci oyundan yarım saatda bəy tərif edirsən heç. Gəl onda ehtimal ehtimal deyirəm 70-in otsa.
PSG-nin qələbəsi. Əgər Chelsea ilə Tottenham yerlərini dəyişsə, bəlkə də Chelsea sağ tərəfin favoriti olardı, amma sol tərəfdə yox. Gəlin bu elə Mən favorit müsbət Sən notda yoxsa 70 30-da deyir ki, PSG birinci oyunda qalib gəldi. Qarşılaşma 80-ın 20-sinə. da maraqlı olsun, 4 variant olsun, 65-in 35-ə. Siz isə öz variantınızı şərhlərdə seçin. Keçək ikinci oyuna. Bizim ölkəmizdə bir çox azərkeş 8-də 1 finalı məhz bu oyunu gözləyir. Çünki Galatasaray öz meydanında Liverpoolu qəbul edəcək. Görək baxaq bizim aratorlar bu haqda nə fikirləşir. Galatasaray danışmağa məncə çox mənası yoxdur. Çox danışılır və öz meydançasını və s. hər şey bilirik. Sadəcə haqqında nəsə demək istəyirsən? Yox, zəhləm gedir. Amma Liverpool haqqında danışmaq istəyərdim ki, Liverpool revanşa gəlirmi Galatasarayın oyunda və hesab etsək ki, birinci oyunda daha çox Galatasaray oxal lazım ki, nəinki Liverpoola və Liverpool qeyri-stabil oyunu ilə harda ki gəlib City ilə yaxşı oyun nümayiş etdirib Wolvesa 94-də qol buraxıb uduza bilər. Wolves deyirsən, Wolves hamı incitdi ya. Wolves çempionşipə düşəndə hamı incitdi. İndi amma indi kubokda isə uduzdular da. 20 tura 8 xal yığıb bu World Cup-da. İndi 3 tura 70 xal yığıb. İndi məsələ odur ki, Liverpoola sadəcə 8-də 1-də qələbə daha vacibdir və Ələkbərin bu verişdən əvvəlki verişdə çıxışına qüvvət ki, mən istəyərdim ki, 4-də 1-də gözəl oyun nümayiş etdirən bir komanda olsun. Tək o Simxen yox. Bu Liverpoolda deyirsən. Amma çox İkisinin arasında arasına müqayisə etsəm, əlbəttə ki, Liverpool onlardan yaxşı oynayır. Galatasaray haqqında doğrudan məncə danışmağa heç bilmirəm. Galatasaray da sağını danışmışıq, solunu danışmışıq. Osimhen azarkeşlər bomba kimi. Galatasaray öz meydanı maksimum Liverpoola qaldı. Liverpoolun bax bu qeyri-stabil məsələsini qeyd etmək lazımdır və bir çox Liverpool azarkeşləri nəyəsə görə hal-hazırda məsələdir ki, boşda dayanan Xabi Alonso var və boşda qalan Xabi Alonso'nu hazırda, yəni bütün Liverpool azarkeşləri mənə gəlir ki, komandada baş məşqçi görmək istəyirlər. Amma bütün Pogpsürün, yəni səbəbkarı Arne Slot'u görmək, bu da düzgün deyil. Çünki mənə gəlir ki, Liverpool tarixində bəlkə ilk dəfədir ki, biz çempion komandaya pul gəlin buraxaq və 2 dənə dəxlisiz transfer də oradan da bir çox şey orada körradı əslində. İsak o lazım idi 150 milyona və Kerkez nəinki Liverpoolun solcularında ümumiyyətlə orada azarkeş kimi də əyləşməli deyil. O qədər bərbad oyunçudur. Yəni oyun başa düşmək qabiliyyəti sıfıra bərabərdir. Yəni Bournemouthda idi də deyəsən. Bournemouthda bəlkə Cin Hüseyn'də salam əleykum də yəni. Amma yəni bu 2 dənə transfer plus Ekitike'nin oynadığı artıq nəticə verdiyinin fonunda İsak'ı gətirmək. Yaxşı ki, ondan sonra Ekitike oynayır. Çünki İsak özləri müdafiəsi ən problemli yeri müdafiəsidir mərkəzdə. Aldılar, Jakini aldılar, amma Jaki gələcək. Gehini istəyirlər, o da gəlmədi. Yoxsa almalılar. Gehini istəmədilər ki, çünki Gehi çıxdı. Transferlərinə çox kritika yaradır. Gehi getdi istəyən, hə? Bir dənə Frimpong'u götürdülər. Frimpong da o deyil. Azərfatsız Frimpong da odur məncə. O deyil, amma ki, çox linçlədilər. Virç biraz keçdi, adaptasiyadan sonra pis oynamağa başladı. Bir dənə sənin sözünə qüvvət. Frimpong o deyil, yox. Frimpong Salah meydanda olanda o deyil. Bax, Salah meydanda olanda o bütün varlığı ilə Frimponga... Salah meydanda olanda Virç o deyil, qısaca. Bax, bu Liverpoolun problemi bizə nədir? Salahı çıxardı oradan, gül kimi komanda. Salahı çıxardı, bir İsıqı çıxardı, bir də müdafiəçi verir mərkəzdə. Mərkəz müdafiəçi verir, normal oynasın. Valla Salah o deyil. Neçə dəfə baxmışam Salahsız oyuna, yenə də onlar oyunu Yox, Çempionlar Liqasını 8-də onsuna atırdılar ki, Salahı salırsınız, o formada deyil, nə bilim nə. Amma onsuz da bunlar oyunu elə də göstərmirlər. Amma Fərman bir şey deyim, bax sən deyirsən revanşda. Bəli. Qalatasarayla oyunda liqa mərhələsində də ümumiyyətlə bir çox cütlük təkrarlanır. Newcastle-da Barcelona oynayıb, bu təzə formatın bu xoşuma gəlməyən yeridir də. Amma liqa mərhələsində sən ümumiyyətlə başqa bir məqamlarla qarşılaşırsan. Burada başqa. Plus Liverpool nə itirdi Qalatasarayın səhvini? Yox, mən onu vurğuladım da Qalatasaray daha çox qazandı. Amma burada itirəsi nəsə var? Heç itirmədiyəndə ki, əminəm ki, heç yadlarında deyil ki, Qalatasaray oynayıb. Yəni nə deyil? Fənər idi, Beşiktaş kimi oynamışdı. Çempionat təzə başlayırdı. Niyə? Vacib hallar itirdi. Revanş söhbətinə qayıtsaq, potensial olaraq 4-1-də PSG-ni oynaya bilərlər. Orada daha çox revanş.
İnanmıram da acayip Liverpool o qədər məsələsi də. var. Bəlkə həm də Yo, bu indi sual da, indi oradan Chelsea keçsə əgər, buradan Liverpool çıxsa, biz Liverpoolu təbrik edə bilərik də hardasa. 100%. Amma PSG çıxsa Çətin olacaq. Mən demirəm ki, Liverpool keçə bilməyəcək, amma çətin olacaq. Bir də yeganə məqam Okan Buruk'un potensial olaraq yaxşı heyəti var. Nəyə görə bir də mən istəmirəm ki, Galatasaray keçsin, amma əgər o yenə başlasa harambol oynamağa, hala Ramazan Çempionlar Liqasında işte yəni yaraşmır. Çempionlar Liqasında mən Galatasaray maksimumu bu məşqçi ilə buracan görürəm. Maksimumu. Bu da pis deyil. İcava Bu da pis deyil. Əslində heyət yaxşıdır. Yəni bu heyətlə eləmək olar nəsə. 5-2 udmusan, düzdür. Gəlmirsə Juventusla oynan. 1-0 udursan və qırmızı vərəq alır Juventus. Normalı topu saxlayıb öz hücumunu qurmaqdansa, biz yenə qayıdırıq. yox, Juventus bunu sıxdı. Demək istəyirəm ki, bu oyunu mən yenə deyirəm 4də 1-də görmək istəmirəm. Mən istəyirəm maraqlı olsun və sol tərəfi biz Çempionlar Liqası adlandırırıqsa, orada daha maraqlı olar ki, Liverpool keçsin. Sabah xəbər çıxacaq. Fərman türklərə qarşı çıxacaq. Amma ki mən ehtimal verərdim ki, birinci oyunu sırf saysaq və öz stadionu Galatasaray hardasa 55-in 45-ə mən götürərdim ki, Galatasaray uduzmayacaq. Bu da ehtimaldır o 55-in 45-ə Galatasaray uduzmayacaq. O şimdi Galatasaray Keçsə də deyirsən. Yox, uduzmayacaq, uda da bilər. Faiz ehtimalına daha çox deyərdim ki, uduzmayacaq. Mən inanmıram. Uduzmayacaq fikirləşirəm. Prosta Liverpoolda Realın estağfurullah. Juventusun səhvlərini gəlir etməsin. Çox gol buraxmasın da orada. 1-0, 2-0 uduzsun, yəni maksimum ya da heç eləsin. Buradan slotun başı çıxır belə. Baş da mənim. Rahat olma, Liverpool Juventus deyil. Ya nəyə görə deyirəm? İkinci oyunda özünüz gördünüz də necə yerə uzanıb vaxt uzadırdılar da. Yəni 2 dəqiqədən bir qapıçının vaxt uzatma onu deyirəm. İstiliyi gəlir o oyun soyub belə. Nəsə Ona görə də istəyəcək Fener çempion. 55-in 45-ə mən Galatasaray olacaq. Heç deyəcəm çünki cındırımı çıxardacaqlar yenə də. Hər iki komanda uğurlar. 50-50-yə deyirəm. Yəni Galatasaray öz meydanında nəsə eləməyə şansı var, amma səfərdə yenə də məncə. Nəysə, səfəri sonra danışaraq gələn buraxılışda biz isə bu buraxılışı növbəti oyuna davam edirik. Əzəldən belə idi dünyanın işi, Real City-dən çıxmayıb kişi. Mən bezmişəm bu oyundan. Və bu oyun haqqında heç də danışmaq istəmirəm də. Yəni bu dəfə artıq biləkdən eləmək. Yox, mən Manchester City Real Madrid oyununu, evdəki çaşqamdan daha tez görürəm. Yəni o dərəcədə də, yəni tam səmin deyirəm ki, Guardiola RB oyuncuların arasında ki, Mansur daha bezdirmisən də, nəyəsən? Denən uyğun oyundan sonra gedə bir çay çək. Yəni gəl öz aramızda fikirləşək kim keçəcək. Bir dənə əlavəm olacaq ki, bu mövsüm Real Barcelona ilə 3 dəfə oynayıb. Və City ilə 3 dəfə oynayacaq. Son 4 ildə City ilə daha çox oynayıb, nəyə görə olmadı? Sadəcə bu oyun haqqında heç nə mən demək istəmirəm. Realın o qədər zədələsi var ki, nə danışım o haqqda. City-də belə də qeyri-stabil olsa da belə hücumçuları və hardasa Realdan daha yaxşıdır və mən gözləyirəm ki, Santiago Bernabeu-da City Realı da qalib gələcək və 60-ın 40-a görürəm City-nin qələbəsini. Görürsən nə qələbəsini başdan sözü kəsirəm. Qrup liqa mərhələsində oynadılar. Eyni situasiya idi. Yəni də Realın zədəliləri var. Yox, bu dəfə siz həmişə bu sözü deyirsiniz. Yox. Bir dənə sözümü nəyə gətirirəm? Onda da zədələri çox idi və oyunla belə Real çox gözəl oyun göstərdi. Bellingham var idi. Və biz gözlədiyimiz necə deyim sizə əməlli başlı City bunları çıxardacaq 3 dənə, 4 dənə o olmadı. Yəni ona görə məncə nə bilim. O müddət heyətin əsas futbolçuların yarısı yox idi. Bu dəfə heç biri yoxdur. İkinci məsələ də ondan ibarətdir ki, Real Madrid hal-hazırda elə bir vəziyyətdədir ki, City nə dərəcədə qeyri-stabil olursa olsun, bu Realı keçəcək. Keçməlidir də, yəni heç bir yoxdur. Bir dənə stabilimsə hardadır qapıda, vəssalam. Razıyam. Məşqdə stabil. Deyəcəksən 7000 infaq zat var. Qadan alaram. Bu Kurtaya hər şey mojnadır. Kurta oğuldur. Amma ki Real bir dənə o cünnür xəsiyyəti var. Belə bir də görürsən ki, gələcək City-ni keçəcək, nə tərsi olur. Onu keçsə City-ni bu dəfə Real. Mən şok keçirərəm də. O onu keçsə mən şok keçirərəm. Ehtimallar açığı da Real City oyunu haqqında danışılası çox şey yoxdur. Bu sən deyirsən də bax
Real nəsə o da belə o Realın aurası da yeganə burada intriqa saxlayan bir şeydir. Və bu oyunu top oyun edən bir şeydir. Ona görə də Ona Agüero sublimal mesaj göndərir. o deyəcəkdi ki, buradan Kun Agüero səslənir. Müəllim, əsl o oyundur, əsl məqamıdır. Yəni birdən əgər şaşaqlarımı kona qoyub desən ki, Real Manchester City-ni keçsən, mən şaşaqlarımı kəsirəm. Polnu yəni rahat bab oyunda dinən yerində qalacaq, partda bilərsən. Bu dəfə İlk həftədən sonra Allah! getdi. yəni Guardiola 2 il dalbada uduzur Reala sağlaşırda Çempionlar Liqası ilə. Bu dəfə bu Reala Guardiola uduzsa, keçməsə, yəni mən Presta. Yəni Guardiola bu Reala uduzsa, mən bir də rep demənəm də yəni. Yaxşı ehtimallar. Dün də 60-ın 40-a City-nin qələbəsini görürəm. 70-in 30-a City-nin qələbəsi. Santiago Bernabéu'da olduqlarına baxmıyorum. Elvin davay. Elvin bu. Nə deyim, ya bu Real. Davay Real Qarabağ deyil, davay. Real City keçsə bayaqlar dedim ki, mən Təbrik edirəm. Biz partlatdıq bu. Agüero yandı. 3 nəfər oldunuz. Gələn dəfə elə maska ilə çıxacaq bura. İlk oyunda Utsa yoxsa keçsə? Keçsə. Mən o keçsəyə dedim, o utsaya deməmişəm. Mən də keçsəydim. niyəsə görə mənə həmişə bu variant qalır. 65-in 35-dəki City keçəcək. Ya City birinci oyunda Bernabéu'da qalib gələcək. Aha. Siz öz fikirlərinizi yazın deyəcəklər. Abdul sən Madridist dağıtma. Hə uşaqlar. O sən əziyyət vermir, mən deyim. Mən deyim. Şəhərlərdə öz fikirlərinizi yazın, biz isə keçirik növbəti oyuna. Gəlin keçək daha intriqalı bir oyuna. Atalanta öz meydanında Bavariyanı qəbul edir. Baxmayaraq ki, Borussiyanı məğlub etmişdi və uşaqların fikirləri maraqlıdır. Bu dəfə Alman komandasına qarşı Atalanta nə edəcək? Atalanta Bavariya uşaqlar. Bavariya. Bu bizim Atalanta Bavariya maçına ehtimallarımız idi. Biz isə vaxt itirmədən keçirik növbəti oyuna. Deməli, podkastlarımızın bu stilistikada elədiyi dövrdə bu komandalar haqqında danışmamışıq. Çox maraqlı qarşıdurma bizi gözləyir. Metropolitanoda Atletico Madrid Tottenham'ı qəbul edəcək. Yəni İspan və İngilis komandalarının derbisidir. Bu arada 3-cü oyundur. 3 dənə İngilis klubu, 3 dənə İspan klubu ilə oynayır. Mən bir dənə də patlatmaq istəyirəm. O oyuna Atletico'dan, Tottenham'dan başqa Baleşklə baxsam mən Üstün zəldə bilərəm. Bu yaxınlarda kimsə mənə canlı yayındaydı kimisə, qayıtdı ki, baxarsan, mən sənə deyirəm, yadında saxla. Tottenham bu il Çempionlar Liqasında qalibdir. Çünki bax götürdük Avropa Liqasını, gəldik də burada qardaşım. Gəlir də bu da. Mən də qalxdım canlı yayında dedim ki, Tottenham bu il deyil ki Çempionlar Liqası Premier Liqada Premier Liqa olsun. Çempionlar Liqasında heç olmasa 5-dəyə düşsə mən yəni variantı yoxdur da. Ay qardaş, belə yəni dəxlisiz komandanın gəlib 8-də 1-də olmağı söyüşdür də, bərbadlıq üzrə top 1-dir. Amma bu onların çox rahat təqvimindən danışır. Çünki onların təqvimi liqa mərhələsində Interdəkindən belə zəif idi. 5 dənə oyun, yəni rahat fərdi sahibkarla oynadılar da adamlar. Böyük şəxslərlə oynadılar. Birinin də heç vöyünü yox idi benim o. Kartdan kart atırlar. Posterlər var, yox, kartdan var. Məncə burada Elvin dirəşib ki, mən hardasa çıxacaq, o nəysə. Məsələ odur ki, Atletico Madrid La Ligada çempion olmaq şansı 100% yoxdur. Onun neçə xal fərqi var. Kubokda da finala çıxıb. Çox güman ki, orada da aparacaq və hal-hazırda deyilənlərə görə ki, Simeone də gedir Inter'a, onun yerinə ya Klopp ya da Arda Turan deyirlər. Simeone bəlkə də gedəndə o qapını bərk çırpıb getmək istəyir. 2 dənə finalın acığını çıxmaq ki, sağda düşmüşəm Avropa Liqa komandaları ilə və belə setkasına düşür deyək də. Və finalda bir oyundur, hər şey ola bilər. Sadəcə Tottenham o cür vəziyyətdədir ki, 11 oyuna bir dənə qələbəsi yoxdur. Bunlar məşqçini çıxardıb Igor Tudor'a gətirdilər. Oyunun 5-ini də uduzub. Müəllim partladır da, başa düşürsən. Və bir xal fərqi var ki, o düşdün 18-ci yerə də. Orada çempionşip öz rəqibləri Nottingham Forest'dan West Ham'dır. Yəni zəif rəqiblər deyil. Normal da rəqiblər. Championship dedin, yazma o deməsəm ölərəm deyəndə İngilis publiklərində videolar çıxır ki, biz gələn mövsüm Championship komandaları Tottenham'a səfəridir.
istərdim bunda stadionda olacaq. Yəni o boyda stadion, o boyda belə heyət transferlər gəlib çempionşipdə oynamağı, yəni vallahi o deyil. Zəhləm getmiş Conte o vaxt deyəndə yazığı heç kəs inanmırdılar. Düzdür. Yo, tam Bu arada düzdür. mən sizə deyim, sağ tərəfdə Atletico Madrid Normal şansı var. Normal Atletico şansı var Madriddə ha. bir dənə əlavəm də olacaq ki, Barcelonanı Çempionlar Liqasında mən baxandan keçib. 2 dəfə, 3 dəfə oynayırlar. Mən iki dəfə görüşə qarşılaşdı. 14-16 da. Yox, 14-də hə, bir də İkisi də finala qədər getdi. İkisini də finalacan getdilər. Atletico Madridin oyunu var, Simeone stili deyək də. Arsenal da keçə bilər, çünki Arsenal da o deyil. Əgər məsələn də yarım finalda görürsələr. birinci oyunu Amma ki, qurtarır. sırf birinci oyundan danışsaq, Arada getdi çıxdı. Amma yenə iki ulaşdı. Mikrofonunu arada bağlamadı. Bir də ki dünya çempionu qalibi növbəti mən birinci 2028-ci ilin Avropa çempionatında. Atletico Madridin qələbəsini görürəm və 90% görürəm ki, udacaqlar. Yo indiki heç bir şeydir. Yəni Atletico Madrid bu hər iki oyunda qalib gəlməsə, yəni soxsunlar klubu olaraq özlərini. Zarafatsız da. Onlar- Tembole Lukmanın gəlişindən sonra ki doğrudan da adaptasiya dövrünü belə psiv eləyib də elə bir ki də insan o qədər müddət Atalantadan gedib haradasa oynamaq istəyirdi ki, çox istəyirdi. Ona görə düşünürəm ki, o məsələ də var. Asan xətti 100% Barcelona düşmə ehtimalı var. O da qəşəng söhbətdir. Mən bir La Liqası keşi olaraq 4-1 finalda Premier Liqanın 17-ci turu maçını görmək istəyirəm. Newcastle Tottenham. Ona görə qoy La Liqanın 32-ci turu olsun. Barcelona Atletico ilə qarşılaşsın. Təzə baxaq bu maraqlı oyunlara. İdeal Siz isə öz sonuçlar. ehtimallarınızı deyin. Deyin görüm Fərman. Dediyim də 99% məndə. ona. 90 99-un 1-ə. 99.51-ə. 97-nin 3-ə. Hə, vəsə. Uşaqlar, siz isə Atletico Tottenham haqqında heç nə yazmın ehtiyacı yoxdur. Çox sağ olun. Keçək növbəti oyuna. Hə, keçdik əsas məsələyə, ən vacib oyun. Bodo Glimt Sporting tez bazar. Tez bazar, siz məncə deyəcəksiniz ki, Bodo Glimt şansı çoxdur keçməyə Sporting. 100%. Bu Amma- oyuna ümumiyyətlə baxan olsa, olacaq. Bir nəfər baxacaq da, Bir yəni. nəfər 100% qurban baxacaq. Amma ki mən deyərdim ki, Sporting birinci oyunda bəli Bodo Glimt favoritdir, amma Sporting da zəif rəqib deyil. Çünki Sporting PSG-ni də udub 2-1 və o da 8-ə düşməyə kömək. San Mames'da da 3-2 yoxsa 2-1 uddu səhv Şutu belə ona görə Real 9-8-də və demək istəyərdim ki, birinci oyun nəticəsinə görə əlbəttə ki, mən Bodo Glimti favorit görürəm və şansı hardasa 60-ın 40-adır. Amma Sporting gəlib orada heç-heçə və yaxud da utsa mən təəccüblənməyəcəm. Mən də tutam səmi, mənə elə gəl. Düzdür? Sporting keçsə tərcümə Hə, verir. təcrübəm yox. Mən fikirləşirəm ki, Bodo Glimtin tam şansı var Sportingi keçməyə bu O heç. və hətta Arsenalın Leverkusen'i keçmək ehtimalı ilə Arsenalın indiki duraq oyununa nəzərə alsaq, Bodo Glimt City, Atletico'ya, Interə qarşı oynadığı oyunu oynasa, belə yarım finalın elə bir ki ucuna girə bilər də, başa düşdün? Ona görə də maraqlıdır. Mən Bodo Glimt deyirəm istənilən Yox, halda. Mən bu söhbətin davamını istəyirəm. Yəni Sporting maraqlı deyil. Sporting keçsə bir sənə oxşar. O Ajax keçmədi. Tottenham'a uduzdu, finala çıxmalı. Hə, Hər kəs Liverpool Ajax gözləyirdi. O məsələ olar. Yəni bir də ki, əgər işdi Bodo Glimt keçsə və o tərəfdən Arsenal keçsə, yəni Bodo Glimtin Arsenala qarşı şansı sıfırdır yəni. Söhbət Arsenalın möhtəşəm futbolundan və yaxud getməyəcək. Sadəcə belə komandalar qarşı belə komandalar demək olar ki, oynaya bilmir. Elvin. bura Asmiradır. Hoppa. Asmira Güclü söhbətdir. Hə, yəni bilmirəm bu Bodo Glimtin öz stadionunda apardığı oyuna qarşı, o Baqa qarşı Sporting bir şey tapsa, nə bilim o Terma Bilyonla çıxacaqlar. Nə ilə çıxacaqlar? Yəni Ketlə oynayacaqlar o süni polyada. Ona qarşı nəsə eləsələr məncə Juventusdan soruşsunlar da. Juventus da. Mən şokdayam ki. Juventus gəldi. Həngamənin içində iminə Juventus var o da. Juventus Qarabağ. O da Turin biraz onu keçən dəfə demişdim şimaldadır deyəndə bəlkə yəqin ki ona görə onlar soğuğa biraz öyrəşiblər ona Bizdə görə. də küləklər var ona görə. Nə bilim valla. Uşaqlar, gəlin. Tez ehtimal. Orada yeganə intriqa odur ki, Qurban gələn dəfə gələn podkastda burada olacaq yoxsa? Ay sağ ol. Uşaqlar, gəlin belə. Bodo Glimt Sporting və Bayer Arsenal maçda ehtimallar, cüt ehtimallar belə deyək. Bayer Arsenal bir dənə yüngül deyəcəm ki, Arsenal Brighton'a oyuna baxdım və Arsenal mən səni nifrət eləyirəm. Oynama, olma çempion. Xahiş Yazmışdım eləyirəm. Xahiş eləyirəm. Yəni ki, o əl çəkdilər. O şeydi 20 dəqiqəyə yaxın vaxt uzatdılar. Brighton baş məşqçi çıxdı ki, Raya 3 dəfə çempion komandası qapıçısı 3 dəfə indi gələcək çempion ki deyirlər də. Vaxt uzadı.
Qardaş, olma bu. Leverkusen, xahiş edirəm, Grimaldo, nə istəyirsən elə, udarsın al birinci oyun. Ondan sonra çıx get normal bir kluba. Mən birinci oyun deyirəm ki, Leverkusen keçmək deyirəm, udmaq şansı var və hardasa 55-in 45-ə görürəm. İnanmıram udmağına. Deyək çıx get normal kluba. Grimaldo gedən Atletico Mən o da xəbərdə. Ələkbərin PSG haqqında dedikləri var ki, hansı gücünü saxlayır və ikinci yarısında sezonun başlayırlar yaxşı oyun, amma Arsenal bunların hər bir tam tərsinə var. antonimid də, yəni. Bunlar da deyirlər, bu qəşəng temadır, prosta tutuzduran O mədə. şey maaşı birinci 3 gündə buraxmaq kimi söhbətdə. Ki Qalan 27 Valideyn görüşündən sonra Yəni əskər ilk 3 Arsenal gün. sezonun əvvəli necə qəşəng başlamışdı. Mən deyirdim, amma bunlar favoritdir, bunlara çatan yoxdur. İndi baxıram ki, bunların indi Çatan var. kornerdən başqa heç nə Yox, yoxdur. hə meydan bax bu hissəsini, hardakı cərimə meydançasında künc nöqtələri var. Orada oynasınlar bəsdir, yəni. Başqa oyun deyilən şey yoxdur Arsenal qardaş. son 5 oyun deyirəm, 5 ilin 4 mövsümündə belə başlayır və axırda 12 xalq City-dən qabaq olurdu. City gəlirdi, Arsenal udurdu və 12 xalı keçərək 3 xalda ələm qabağa da keçirdi. Ona görə mən istəməzdim ki, Arsenal Liverpool keçəcək məncə 2 oyun nəticəsinə görə, amma istəməzdim keçsin daha çox. Yaxşı, ehtimallar dedim. Dedim də mən də 55-in 45-ə Leverkusen birinci oyunu qalib Məncə versə. yenə də Leverkusen o deyil. Arsenal elə ilk oyunda da söhbəti həll etmək istəyəcək. Çünki Premier Liqada da haqq hesabları var. Ona görə 70-in 30-a Arsenal qələbəsini gözləyirəm. Sadəcə olaraq hara qədər bunlar davam eləyəcək də. Bunlar görürük ki, artıq Hara kimi yorğundular. dirəşəcəklər, o var. O eyni məsələdir. Mən yenə deyirəm ki, bu indiki Arsenalı nəzərə alsaq, Leverkusen bir də gördüm beyni sönsə, Lord Vasquez orada ultran qoşsa, Heç hər şey nə ola bilər. dəyişməyəcək. Ona görə mən hətta birinci oyunda belə yüngülvarı 50-50-yə deyərdim. 50-50-yə. Hə? Heç çəkilməydi 50-50. Yox, amma yəni Hər şanslar komanda bərabərdir baş mənə şansı gəlir var da. ki, sırf Arsenal indiki oynadığı oyuna görə. Əgər mövsümdə əvvəlində şərt orada Yox, şərtsiz əlbəttə yəni ki, Arsenal mən favoritidir. sizdən razıyam. İndiki çox buxsavaxtdır. Yəni mən o Qardaşım çatmıram. birinci yer tutdu da, yəni bütün oyunları utdu. Bavariya utdu ya ki. Bodo Glimt Sporting maçında ilk oyunda Bodo Glimt'in qələbəsini düşünürəm. 70-in 30-a ki, qələbə qazanacaq. Sən orada qalmısan. Hə, bu ikisini birləşdirib. Biz hamımız dedik, bu iki mən ikisini birdən deyəcəm, hə. İkisini birdən demişdim də onsuz. Demişdim ki, ikisini birdən Hə, deyim. bağışdı. Bayern Arsenalda da ilk oyunda elə 70% Arsenal qələbəsi və ümumiyyətlə düşünürəm sağ tərəfin favoriti Arsenaldır. Öz yəni o demirəm amma xeyir möhtəşəm futbol oynayır. Öz o futbolu ilə Barcelona da ziblə sala bilər. Atletico da boşu Inter üçün boyunur. deyə bədbəxt evdə keçdi Arsenala. Nəysə, Xeyir işlə məşğul oldu qardaşım. uzun sözün qısası keçirik. Əsas oyuna. Bu mərhələnin, bu tərəfin ən əsas oyununa məncə. Hə baxırsınız. Bəlkə başlayaq inşallah. Başlayaq, nə deyirəm? Yox deyir. Başlayaq demişkən axırıncı oyundan gedək də, yox. Axırıncı vacibliyinə görə yox, amma sırayla belə sənədli şəkildə axırıncı oyun. Yox, Barcelona Newcastle oyunu haqqında danışıb. Sadəcə bu nə təmtəraqdır Abdul, bu Barcelona. Hörmət Sonra başqa oyunu da şeydir. qardaş. Mən bir Sonra Real deyirsiniz- vazgeçi olaraq yəni bir hörmət bəsləməliyəm də bizim. Sonra da deyirsiniz ki, Abdul Barcelonista Hə, deyil. yəni sonra deyirsiniz ki, mən hörmət eləmirəm. Gəl bu emblema öp. Gələməyə bir dənə motelə. Hə, nəsə. Son oyun. Son oyun Newcastle Barcelona. Bəli. Bunlar da City Real kimi qarşılaşmışdı artıq liqa mərhələsində. O vaxtı Barcelona 2-1 hesab ilə çətin qələbə qazanmışdı, amma artıq hamımız başa düşürük ki, play-off başqa, liqa mərhələsi başqa. Bu oyun haqqında fikirləriniz maraqlıdır. Mən başlayım. 100%. Madəm ki, 10 ildən geyimsən. sonra yox. Əslində 11 ildə. Oca 11-ci ildə. 11-ci ildə mən inanıram ki, Barcelona bu il yəqin ki çempion olar. Da bütün şərait yaradıblar da Hə, qardaşlar. 100% Liga Avropa Qardaşım, tərəfinə düşmüşük. Yox, zor söhbətdir. Çempion olaraq danışarıq da. Bir də birinci oyunu birinci oyunu danışarıq. danışarıq. Newcastle-la Bunun da səfər- ki, ağzı açıldı deyəm. 100%. Newcastle-la birinci oyun görsək ki, Newcastle Analitika Barcelonaya qarşı güclü oyun görsədi və çətinlik yarada bilər. 2-1 utdu, mən razıyam, amma ki 90-cı dəqiqələrdə, belə son 5 dəqiqədə Barcelona öz qapısına sıxılmışdı və Newcastle istədiyi hücumu keçirdə bilirdi. Sadəcə burada bir nüans yaranır ki, Barcelona cinahlarla çox hücuma gedir və Balde ilə Kunde olmaması nə qədər oyuna təsir edəcək. O tərəf var. Bir də əsas Barcelona ən böyük problemlərindən biri, ümumiyyətlə səfər oyunlarında çox görmüşəm ki, həm Interlə, həm Atletico Madridlə cavab oyunda plan olmayanda, A planı işləməyəndə B planına keçə bilmirlər. Yamal bir dənə planları var ki, topu at Yamala.
Yamal nəsə fikirləşmədə canın sağ olsun. Ucuzluq da. Sənin Barcelona formanı bu fikrindən bəlli oldu ki, sən Barcelona forması geyinən bir Real fansan. Sən 100%. Çünki heç də yəni ən azı Pedri var da, ən azından Pedri var da, ən azından demirəm amma. Olsun da. Yaxşı da. Yamal Inter'la oyunda da Pedri vardı. Atletico Madridlə oyunda da Pedri. Hamı hər bütün hücum keçirdi Yamaldan. Yox, top qapıdan birbaşa Yamala keçmir də bu gol gedir də bu. Yenə Rafinha yaddan çıxardı. İndi bildim UEFA niyə görə Sən Rafinha var məsələn sən. Olsun da. Amma bir şeylə razıyam ki, birinci oyunda da görsəndi ki, Newcastle öz pressingi ilə Barcelona problem yarada bilir. Barcelona cəmi 2 dəfə normal pressinglə qarşılaşıb, güclü pressinglə bu mövsüm. Birində Realı uduzdu çempionatda, ikincisindəki bu yaxınlarda oldu Atletico Madridlə. Bu komanda pressingə qarşı, pressinglə qarşılaşmır da qardaşlar, Ligada kimin deyil onlara pressing edən başqa. Nə, Celta ilə Levante gəlib bunu pressing edəcək. Mən Tempo ilə Newcastle-ın yüksək pressinqi var. Mən o pressing məsələsini yenidirəm, başa düşmürəm, biraz bilməm bu. Yəni pressing sən necə? Bilirəm pressing. Çox sağ ol. Sən qadın olaram ki, o mənə izah edirsən. Amma yəni Newcastle-ın pressingi Barcelonaya qarşı işləyəcək temasını mən tuta bilmirəm hələ də. Niyə görə? Çünki mənə elə gəlir ki, Barcelona'nın heyətində, nə bilim, akademiyadan istənilən şəxsi çıxart qoy heyətə. O birinci pas məsələsi var ha, birinci ötürmə məsələsi. Hamı da elit səviyyədədir də və topla bəlkə Barcelona kimi hal-hazırda bəlkə Bavaria o futbol oynayır, belə pis çıxmasın. Ona görə Newcastle-ın edə biləcəyi hər hansı bir pressingin altından çıxa bilməmək kimi bir lüks mən görmürəm Barcelonada. Üstəlik yarım müdafiədə Firmino Pedri varsa, mən heç şans görmürəm. Yəni heç çətinlik görmürəm. Firmino çıxdı oradan. Mən də çıxardım. Pedri ilə eyni səviyyədə deyirlər axı. Eyni səviyyədə demədim deyirlər, amma Pedri'nin ya, istəsən lap artığını da deyərəm. De Jong da var kısaca bu arada. Yox, De Jong qayıdır ki, De Jong hələ son hələ bilmir. İkinci oyunda bu da birinci oyunu danışırıq da, fərmanlığın tutması. Ələkbər, El Clasico'da Pedri də vardı, Firmino da vardı, amma Camavinga kimi oyuncu yəni Pedrini bağlaya bilmiş. Neujeli yəni Newcastle-ın yarım müdafiəsində? Özün dinə də mən deməyim. Neujeli Newcastle-ın yarım müdafiəsində bir dənə bir Tonali ya da ki, məsəl üçün o Joelinton Pedrini bağlaya bilməyəcək. Yox. Niyə? Yəni gələk Camavinga da o deyildi, amma bağlaya bildi. Ay qardaş, Camavinganın arkasında Chouamini kimi dayaq yarım müdafiəçi var. Ona görə də personal olaraq kimlərsə oynaya bilər. Gimaraes var da. Ay qardaş, var da. Yox da, yox. Sən Tonalini personal oyunda Camavinga ilə müqayisə edə bilməzsən. Amma Gimaraes edə bilərəm məsələn. Gimaraes yaxşı bir nəfər saxlayır. O da ki, Gimaraes'in gələn Nasrani'də olan momenti olsun. Üstəlik səhv eləmirəmsə zədədən bu yaxınlarda qayıdı. Bu qədər də yaxşı formada deyil və mən inanmıram ki 90 dəqiqə bu adam yapışacaq Pedri'nin belindən ki Gimaraes o tip futbolçu deyil. Başa düşürsən? Newcastle-ın yarım müdafiəsində personal oynaya biləcək adam yoxdur. Amma baxma, sən deyirsən, bax topa sahib olmada və topla ötürmə ilə çıxmaqda Newcastle pressing cinahları yaxşı işləyir və hal-hazırda Konde ilə Balde yoxdur ilk oyunda. Yəni orada soldan, sağdan pressing eləyəndə onların qarşısına o ki Cancelo müdafiədə heç vaxt güclü olmayıb, amma yenə də Cancelo topu çıxarmaqla bağlı heç bir problem yox. Topu çıxarmaqla bağlı yoxsa pressing qarşılamaqla bağlı problem var. Mesela ikinci oyunda belə harda ki Barcelona 3-0 hesablı Atletico utdu. Düzdür, Cancelo hücuma yaxşı gedirdi, Yamalı yaxşı dəstəkləyirdi, amma arxasını çox boş saxlayırdı. Niyə də yox? Niyə yox? Bir dəqiqə, Balde ilə Konde bəyəm nə deyir? Onlar da lateral kimi oynuyorlar, onlar da yuxarıdalar demişə. Konde müdafiə cəhətdən bir başlıdır daha çox. Cancello'dan başlayır. Balde də Bolimeni müdafiə edir, amma Cancelo ümumiyyətlə müdafiə eləməyə bacarmır, pozisyon səhvləri həddindən artıq. Trend qədər də deyil. Məncə Cancelo Konde'dən bir də Balde'dən yaxşı müdafiəçidir. Müdafiəçi olaraq yaxşı deyil. Bu oyunda yəni. Cinahdan hücumlara nəzər tutsan 1000 dəfə yaxşıdır. O heç də kreativdir. 100%. Yox, kreativliyi var, müdafiədə də yaxşı. Konde gömlə müdafiəçidir. Yox, mən gəlir ki, sən o Konde friçoskasını görmüsən bura. Nə oldu? Pressingdən geyməli o şeydə tortla zanla belə paltarlarını görmüsən. Paltar deyirəm. Məsələn, paltarsız deyə Kataloniya Elza Seyircahanı deyir. Atam Konde'ni görəndə mənə şükür eləyib. Yaxşı, uşaqlar, mən bilmirdim ki, Newcastle Barcelona matçı haqqında o qədər fikirlərimiz olacaq, amma madəm ki var, madəm ki birinci oyun artıq vaxtı yaxınlarda olacaq, yəni ehtimalları verək. İlk oyuna. İlk oyundan sonra ehtimal keçməmişdən əvvəl bir şey vurğulayım ki, bir şey vurğulamışam, bax yenə ilk oyuna. İlk oyundan söhbət gedir ki, ikinci oyun çempionluq, dünya çempionatı, qızıl top girmədi oralara, hə. Newcastle bu oyunda çox vacibdir. Əgər bildirirlər ki, Saudi Ərəbistandan pullar az verilir onlara və s. pula
makiyajları var. Geldi getdi. Yox, ümumiyyətlə demək istəyirəm ki, bu oyunu bu tərəfdən getdi dərinliyə. Yenə getir Nikol. Ona arkaya getdi. O tərəfi bağlayırsan bakarsın. Belə olmaz. Belə olmazsa onu gəl belə eləyim də. sən axıracan qulağa, sonra öz lazımsız Demək, bunlara o pul cəhətdən deyirlər pul çox vacibdir ki, 4-1-ə keçsin və evində oynamaqla Barselonanı mütləq şəkildə udmalıdırlar ki, növbəti mərhələyə hardasa bir şansları olsun. Əlbəttə ki, bu birinci oyunda mən inanıram, yox, mən fikirləşirəm ki, Newcastle udacaq. Niyə inanırsan? Niyə inandım da? Newcastle keçəcək. Diyorum 0-5 dəqiqəyə bağlı. Başma dön. Birinci oyun. Yanda. Bir də yenə gəlib əsər çəkmək istəmindən deyim sözümü çıxıb dedim. Newcastle birinci oyunu məncə hardasa udmaq şansı daha çoxdur. Bir öz meydançasında oynayır və s. Barcelona zədələrini də hesablasa və əsas hücumçularında böyük bir problem var. Nə Ferran Torres, nə Lewandowski Barcelona səviyyəsində hücumçular deyil. Ferran Torres harasa çıxıb Alavesə hat-trick eləyə bilər, amma böyük oyunlarda o heç nə görsənmir. Lewandowski-dəki də qardaş imkan verin cəmaət getsin pensiyasına. Mən fikirləşirəm ki, 60-ın 40-a birinci oyun Newcastle olacaq. Ələkbər. Sən təriflədin Barcelona Mən də hücumu. bilmədimi ağlar. Söydün. Mən bir də sevindim ki, çərçivədən çıxmalı. Çərçivədən çıxmanız əladır. Ələkbər. Hiç var. Yox, mən bilmirəm Ferranla Lewandowski-dən nəyəsə Lewandowski-dən maska ilə falan da oynaya bilər. Ferran valla bilirəm, yəni top klass hücumçu deyir, amma yenə də yetimin ayağına düşən indi çətin qolları vurur da. Yəni də. Ferran adam olsaydı onlara yəni Atletico'ya 5 dənə vurardılar. Adam deyil də yəni. Okey də yəni də bunun indi bacardığı bir pik var da, sən də özünə görə adamsan da. Biz deyək indi. Amma niyəsə Barcelona oynamıram bunu. Yox, ehtimalları götürsək, birinci oyunda mən bilmirəm, nə cütdə nə bu oyunda Newcastle şansı o qədər də çox tanımıram, amma hər şeyi nəzərə alaraq, okey 60-ın 40-a deyərdim ki, Barcelona qalib gələcək. İlk səfərdə Niço себе. Niyə yox hələ? Bundan əvvəlki podkastlarda, ən xüsusdakı Qarabağ oyunlarında biz ağzını tutmasan da laf var. Qarabağla oyunda biz bir şey vurğulayırdıq ki, Newcastle-dakı o öz stadionunda oynamağı, St. James Park'dakı atmosferə. Bizə sanma məsələ çatmaz sizin o sevginiz. Amma St. James Park'da onlar əməlli St. James Park. Yetim St. James Park. St. James Park United Kingdom'da oynayacaqlar, bəli. Capital. Məncə o stadionu nəzərə al, oradakı atmosferi nəzərə alaraq birinci oyunda Barcelona heç bir halda uda bilməyəcək. Utsa 60 olsa da bırak bəsdir amma o ya. Sən dirəşmirsən ki, o çıxmalıdır. 70-in 30-una hesab eləyirəm. Bula Barcelona Mən başa düşmürəm. Siz həmişə niyə mənə bu bir ehtimal saxlayırsınız? 65-in 35-ə. Qardaşım 3 dəfə demişəm hocam. Uşaqlar, siz isə öz fikirlərinizi Newcastle və Barcelona haqqında şəhərlərdə qeyd edin. Əlbəttə ki, çalışın fərmanlıq eləməyin və ikinci oyuna keçməyin. Sırf birinci oyunla bağlı fikirlərinizi yazın və gücdən saxlamışıq. Gücdən saxlamışıq. Siz də saxlamağa məcbur eləməyin. Və əlbəttə ki, ümumiyyətlə 8-də 1 finalda nə oyun varsa, hamısının müzakirəsinə açıq şəhərlərdə Ali Futbol və var arxası bütün linklər o aşağıdadır. Abunə olun, bizi digər sosial şəbəkələrdə izləyin. Əsası izləməklə qalın. Çox sağ olun.